Prezident İlham Əliyevin tapşırığına əsasən işğal dövründən bəri Ermənistana yük tranziti ilə bağlı mövcud olan bütün məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımaların həcmi günbəgün artır. Ermənistan istiqamətində həyata keçirilən tranzit yük daşımaları yalnız iqtisadi gəlir baxımından deyil, eyni zamanda Azərbaycanın regiondakı strateji mövqeyini gücləndirən əsas amillərdən biri kimi dəyərləndirilir. Azərbaycanın tranzit ölkə kimi rolu getdikcə güclənir. Ermənistan Azərbaycan üzərindən tranzit yüklərin daşınması davam edir. Bugün səhər saatlarında Biləcəri Dəmiryol Vağzalından 5 vaqondan ibarət çəkisi 350 ton buğda yola salınıb. Bakıdan yüklə dolu qatarlar növbəti dəfə Ermənistana yola salınır. Bu tranzit yük daşımalar hər iki ölkə üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Kommersiya məqsədi ilə həyata keçirilən bu tranzit daşımalar eyni zamanda regionda ticarət əlaqələrinin genişləndirilməsinə də xidmət edir. Artıq iki ölkə arasında ənənə halına çevrilmiş logistik daşımalar bəs Azərbaycan iqtisadiyyatını nə qazandırır? Ekspertlərin fikrincə ötən ildən başlayaraq Ermənistana yönələn tranzit yük daşımaları regionda yeni iqtisadi imkanlar yaradır. Bundan başqa Azərbaycan ərazisindən keçən bu yüklər ölkəyə həm birbaşa gəlir gətirir, həm də nəqliyyat logistika sektorunun inkişafına təkan verir. Azərbaycan üzərindən tranzit yolu ilə Rusiyadan, Mərkəzi Asiyadan və digər ölkələrdən gələn məhsulların Ermənistana daşınması bu ilkin etimad tədbirləridir və gələcəkdə sülhün yaranmasına, kommunikasiya və ticarət əlaqələrinin formalaşması üçün ilkin belə deyək addımlardır, sülhün göyərçinidir. Bu təbii ki, indiki məqamda ilkin bu cür addımlar iki ölkələr arasındakı etimadı, etibarı yüksəltməklə bu kanalların aktiv hala gəlməsinə. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə tranzit proseslərinin genişlənməsi Azərbaycanın logistika sektorunda əlavə dəyər yaradır və qeyri-neft gəlirlərinin artımını gücləndirir. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin aktiv istifadəçisi ölkənin regionda əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsinə imkan verir. Ermənistana hazırda daşınan həm neft məhsulu, həm Mərkəzi Asiyadan, Rusiyadan göndərilmiş taxıl, bundan sonra Azərbaycan üzərindən Ermənistana daşıyacaq bitum, maliyyə, qaz, o cümlədən digər kənd təsərrüfatı məhsulları ölkəmiz üçün tranzit baxımından əhəmiyyətlidir, tranzit gəlirləri yaradacaq. Qeyd edək ki, tranzit yüklərinin daşınması ilə yanaşı Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü də davam etdirilir. Rəşad Vəkiloğlu, Nadir Cəllov, Space xəbər.